ildə Dünya Karate Federasiyasının prezidenti Antoni Espinoz karatenin brilyant adını vermişdi. Pantera ləqəbi də var məndə. Dünyada eşitmişəm ki, futbolun Maradonası, karatenin Maradonası məni adlandırırlar. Amma bunları hamısını, düzdür, bu mənim üçün çox gözəl bir şeydir, amma bunları mən bir qırağa qoyub, mən necə deyərlər, atamın qoyduğu ad Ağayev Rafael, bu mənə yetərlidir. Mən uşaq vaxtları heç bilmirdim, konfu nədir, karate nədir, sadəcə olaraq o vaxt kasetlər var idi, kasetlərə baxırdım və Bruce Lee'nin vurğunu idim, Bruce Lee'yə baxaraq mən karateye gəlmişəm və heç də peşman deyiləm. Demək olar ki, 22 ildə nə nailiyyət eləmişəmsə, İslam oyunlarının olimpiyadasının qalibi olmuşam. Amma mənim üçün, yəni, sözün əsl mənasında hər bir rezultat, hər bir nəticəmi qırağa qoyaraq düşünürəm ki, ən böyük nəticə mənim üçün 2015-ci ildə olacaq Avropa oyunları. Çünki qabaqdan gəlmişdik demirəm, çünki həqiqətən də mən bunu istəyirəm. Əgər insan nə isə istəyərsə, o şeyə nail olar. Mən belə fikirləşirəm ki, 2015-ci ildə çox gözəl bizim yerimizdə Avropa oyunları keçiriləcək. İlk dəfədir ki, Azərbaycanda keçirilir. Əlbəttə ki, biz vətənimizdə ilk dəfədə çıxış edəcəyik Avropa oyunlarında. Hər bir idmançı istəyir ki, burada qalib olsun. Çünki bu bir tarixdir. Ölkəmizdə ilk dəfədir. Düzdür, həyəcanlıyam. Azərbaycan xalqı bizə dəstək olacaq. Biz də Azərbaycan himnimizi, Azərbaycanda Azərbaycan himnimizi səsləndirib göylərə yüksəklədik və səsləndirəcəyik.